Salam əziz uşaqlar, bugün sizlərə dim test toplusundan ismin hallanmasını izah edəcəm. Başlayaq. Test 1. Altından xətt çəkilmiş sözlərdən hansı təsirli halda işlənmişdir? Əgər I, I, U, Ü şəkilçili sözləri bilmək istəyirsiniz ki, bu təsirli haldadır, yoxsa mənsubiyyət şəkilçili adlı haldadır. Ona görə bu tipli sözlərin qarşısına onun sözünü artıracaqsınız, onun əvəzliyini artıracaqsınız. Olmayan uşağı korluq çəkir. Kimin? Onun. Deməli, burada onun uşağı. Görürsüz, deyə bilirik. Deməli, burada uşağı sözü kiməsə mənsubdur. Mənsubiyyət şəkilçisidir burada. Onun saçları qızılı rəngə çalır. Burada qızılı sözü leksik şəkilçidir. Hansı rəngə çalır? Nə cür rəngə çalır? Sifət düzəldən leksik şəkilçidir. Deyəsən, qardaş bacısı gəlib. Kimin? Onun qardaş bacısı gəlib. Deyə bildik, burada da yenə mənsubiyyət adlıqdır. Misi gümüşə çevirmək olmaz. Burada deyə bilərikmi? Onun misi gümüşə çevirmək olmaz. Xeyr, deməli deyə bilmədiyimiz üçün də burada misi sözü olacaq təsirli hal. Kitabı çoxdan çap olunub. Kimin? Onun. Görürsünüz, onun kitabı çoxdan çap olunub deyə bilirik. Deməli, burada olacaq mənsubiyyət. Hansında onun qoya bilmədik? D variantında. Bir sözlə yadınıza saxlayırsınız ki, I, I, U, Ü sözlərin qarşısında, I, I, U, Ü şəkilçili sözlərin qarşısında onun gördüyünüzsə olacaq, deməli, mənsubiyyət şəkilçili söz. Qoya bilmədinizsə təsirli hallı söz. Necə, nə cür sualına cavab versə isə olacaq leksik şəkilçili söz. 2. Hansı cümlədə dan çıxışlı xal şəkilçisidir? Bunu da necə biləcəksiniz? Əgər kimlə, nədən, haradan suallarına cavab verərsə, hal şəkilçisidir. Necə, nə cür sualına cavab versə isə, nə vaxt sualına cavab versə, olacaq zərf düzəldən leksik şəkilçi. Nailə qəfildən qışqırdı. Necə qışqırdı? Görürsünüz, burada nədən sualını verə bilmirəm mən. Həmçinin sualda qalmır. Sualda qalanda olacaq çıxışlı xal şəkilçisi. Sualda qalmırsa olacaq leksik şəkilçi. Necə qışqırdı? Burada sualda yoxdur. Hərdən bizə də gələrsən. Nə vaxt? Hərdən. Burada da yenə zərf düzəldən şəkilçisi. Döyüşdən bir xəbər yoxdur. Nədən? Görürük ki, nədən sualında görürsünüz dən var. Həmçinin döyüşdən də dən var. Deməli, burada olacaq bu dən çıxışlı xal şəkilçisi. Çaydan çox səliqə ilə sürtülmüşdü. Nə? Çaydan. Burada görürsünüz, yenə sualda qalmadı. Dan şəkilçisi burada bir cür deməli yazılan leksik şəkilçidir. İsim düzəldən leksik şəkilçisidir. Səni çoxdan gözləyirəm. Burada da çoxdan, nə vaxt gözləyirəm? Çoxdan olacaq yenə zərf düzəldən leksik şəkilçi. 2-ni də dedik. 3. Nə xoşdur ellərin şirin avazı, güldü ölkəmizin çiçəkli yazı, şairin qələmi, aşığın sazı, bülbülü mat qoyan dillər bizdədir. Bayaqçı dediyim nüansları burada yerinə qoymaq lazımdır. Məsələn, deyirsən onun avazı, güldü ölkəmizin çiçəkli yazı, onun yazı deyə bilirsən. Onun qələmi, onun sazı deyə bilirsən. Lakin onun bülbülü mat qoyan dillər bizdədir deyə bilmirsən. Deməli, burada bülbülü sözü olacaq təsirli halda. Sonra 4. Dan şəkilçisi işlənmiş söz hansıdır? Yanğından, nədən? Görürük, burada nədən sualını veririk və dən qalır sualda. Deməli, olacaq A variantı. Çoxdan, burada olacaqdan zərf düzəldən. 6-dan olacaq say və saydı burada. Bizə ismi soruşur, ona görə A-nı götürürük. Yağlıdan sifətdir, ondan isə burada həm bunu say kimi də düşünə bilərik, rəqəm kimi, həm də şəxs əvəzliyi kimi düşünə bilərik. 5. Dost isminin hansı hallarda işləndiyini müəyyən edin. El sözüdür. Dost dostuna tən gərək, tən olmasa gen gərək. Dost adlıqdır, dostuna isə yönlükdür. D variantı. 6. Yerli halda olan isim harada sualına cavab verəndə hansı cümlə üzvü olacaq? Təbii ki, zərflik olacaqdır. 7. Hansı cümlədə qeyri-müəyyən təsirli halda olan isim işlənmişdir?
Qeyri-müəyyən təsir halda olan ismi bilmək üçün xəbərin və yaxud feilin yanındakı sözü I, U, Ü şəkilçisini artırırıq ya da ki onu əvəzliyini qoyuruq. O, N, U 3 hərfli sözü. Məhsul yığılanda görüşərik. Burada onu yığılanda görüşərik. Görürük ki alınmır. Deməli bu adlıqdır. Göyün üzü bulutsuz idi. Burada onun üzü. Bu üzü sözü mənsubiyyətdir, adlıq haldadır. Kitab yazmaq çətin vəziyyətli işdir. Onu yazmaq çətin vəziyyətli işdir. Görürük ki, burada kitab onu sözünü qoya bildik və heç bir məna uyğunsuzluğu yaranmadı. Deməli, burada kitab sözü adlıq yox, qeyri-müəyyən təsirlikdir. C variantı olacaq. Döyüş vaxtı cəsarət əsas şərtdir. Burada vaxtı sözü mənsubiyyətli döyüş sözünə aiddir. Söz birləşməsi tərkibindədirsə, mütləq bu mənsubiyyət şəkilçili sözdür. Hirsi çoxdan soymuşdu. Kimin hirsi? Onun hirsi. Burada da yenə mənsubiyyət adlıq haldadır. 8. Hansı cümlə çıxışlıq halda olan isimlə başlanır? Sizə isim deyirsə, ismini tapmalısınız siz. Əvvəldən bilsəydim, gəlməzdim. Burada əvvəldən zərfi artırılıb, ona görə çıxdın. Oyundan hamı razı qaldı. Nədən? Oyundan. Burada olacaq ismi artırılıb çıxışlıqdır. Güldan stolun üstündə idi. Nə? Güldan. Buradan bir cür yazılan isim düzəldən leksik şəkilçidir. Hərdən gəlib məni görərdi. Burada zərf düzəldən şəkilçidir. Kimdən soruşdum demədi. Burada çıxışlıq hal şəkilçisi olsa da əvəzliyə qoşulub. Deməli oldu cavab B. 9. Biz sülh tərəfdarıyıq cümləsində sülh sözü ismin hansı halındadır? Yəni sülhün tərəfdarıyıq. Söz birləşməsi ismi birləşmədirsə, ikinci nöqtəyin söz birləşməsinin birinci tərəfi həmişə olur, yəlik halda. 10. Hansı cümlədə yönlük halda olan isim vardır? 100 dəfə zirvəyə baxmaqdansa, bir dəfə zirvədən bax. Deməli, bu olacaq zirvəyə sözü yönlük hal şəkilçili isimdir. Digər variantlarda isə yönlük hal şəkilçili isim yoxdur. Vuruşmağa məstərdir. Sonra sənə sözü əvəzlikdir. Digərlərində də yönlük hal şəkilçili söz yoxdur. 11. Hansı cümlədə çıxışlıq halda olan isim var? Hərdən, nə vaxt? Zərf düzəldən leksik şəkilçi. Yaxşını yamandan ayırmalıyıq. Yamandan sözü çıxışlıq hal olsa da, lakin sifətdir. 5-6-dan azdır, saya qoşulub, sözü qorxmadan demək lazımdır. Burada isə madan şəkilçisidir, feili bağlama şəkilçisidir. Səlim bağdan dünən gəlib, paradan, bağdan, bağ sözü də isimdir, deməli cavab olacaq E variantı. 12. Yol ismi hansı cümlədə təsirli haldadır? Sel yolu körlanmışdı, sel onu körlanmışdı deyə bildik, dedik. Deməli, burada yolu sözü, onu sözü ilə də əvəzləyə bilirik, təsirli haldadır. Kəndin 2 yolu var, kəndin 2 onu var deyə bilirsən, xeyr. Onun yolu var deyə bilirsən, burada yolu sözü mənsubiyyətdir. Biz kəndə dağ yolu ilə getdik, onun yolu ilə getdik, bu da mənsubiyyət. Onun yolu idi, onun yolları buradan ayrılırdı, bunlar mənsubiyyətdir. Amma onun yolu körlamışdı deyə bilmədiyinə görə A variantı olacaq təsirli halda isim. 13. İsmin hansı halı özündən sonra mənsubiyyət şəkilçili söz tələb edir və onunla birlikdə cümlənin bir üzvü yerində işlənir. Təbii ki, olacaq yəlik hal. 14. İsmin qeyri-müəyyənlik ifadə edən halları yəlik və təsirlikdir. D variantı. 15. Məktub sözü hansı cümlədə təsirli haldadır? Yenə siz adlıq halla bunu qarışdırırsınızsa, xəbərlərin yanına onu sözünü qoyun. Mən ona bir məktub göndərdim, mən ona onu göndərdim deyə bildiniz. Deməli, bu təsirlikdir. Məktub hələ dostuma çatmamışdı, onu hələ dostuma çatmamışdı deyə bilirsən, yox, alınmadı. Bu etibarın son onudur, olmur. Burada da yenə mənsubiyyətdir. Dostumun cavab məktubu mənə gec çatdı. Burada da yenə cavab dostumun məktubu mənsubiyyətdir. Məktubun məzmununu sənə danışmışdım. Burada da məzmunu sözü təsirlikdir. Sən mənsubiyyətdir. Məktubun isə olacaq yəlik hal. Deməli, ona görə oldu cavab A. 16. Yəlik halda olan sözləri müəyyən edin. Bir əlində yaz günəşi, birində bahar. Neçə bayram qarşılayır bizim nəsillər. Yazın günəşi, bir də
bizim sözü olacaq yerlik halda söz. Yaz. Qeyri-müəyyən yerlik haldır burada. 17. Kitab sözü aşağıdakı cümlələrin hansında adlı haldadır? Dostuma bir kitab bağışladım. Dostuma onu bağışladım. Deyə bildin, deməli bu təsirlikdir. Biz kitab mağazasına getdik. Kitab mağazası söz birləşməsidir. Deməli birinci tərəf qeyri-müəyyən yerlikdir. Sirac mağazadan kitab aldı. Sirac mağazadan onu aldı. Deyə bildin, deməli bu təsirlikdir. O kitab həvəskardır. Kitab həvəskardır burada söz birləşməsidir. Deməli birinci tərəf yerlikdir. İnsanın ən yaxın dostu kitabdır. Burada isə adlıqdır. E variantı. 18. Birləşmələrin birində birinci tərəf yerlik halda olan mənsubiyyət şəkilçili isimdir. Oxumağımın xeyri. Burada məsdərdir. Qəlbin incəliyi. Burada ikinci tərəf. Birinci tərəf ancaq yerlik haldır. Mənsubiyyəti yoxdur. Ürəyimin arzusu. Mənim ürəyim mənsubiyyət. İndi olacaq yerlik hal. Deməli C variantı. Birisinin yazdığı. Bu birisi, kimisi, bu olacaq qeyri-müəyyən əvəzlik. Uşaqların üçü də, uşaqlar sözdə burada ancaq yerlikdir. 19. Neft sözünün təsiri halda işləndiyi cümlə hansıdır? Bakı nadir neft istehsal edir. Bakı onu istehsal edir. Deyə bildiniz? Bəli. Deməli bu təsirlikdir. A variantı. Neft daşları bu söz birləşməsidir. Olacaq yerlik hal. Respublikamızda xaricə xeyli neft daşınır. Onu daşınır deyə bilmirsən. Ona görə bu olur adlı hal. Azərbaycanın nefti çoxlarına dinclik vermir. Onu dinclik vermir olmur. Deməli nefti burada mənsubiyyət adlıqdır. Azərbaycanın əsas sərvəti neftdir. Burada da yenə neftdir sözü adlı haldadır. 20. Aşağıdakı cümlələrin birində qələm sözü adlı haldadır. Onun qələminin rəngi bənövşə idi. Bu yerlikdir. Qələmin qiyməti çox baha idi. 10 inlərdə sənin qorsan. Sənin tutdusa olacaq mənsubiyyət adlıq. Tutmadısa yerlikdir. Sənin qələmin qiyməti çox baha idi olmur. Deməli bu yerlikdir. Mən mağazadan qələm aldım. Mən mağazadan onu aldım. Deyə bilirsən, deməli bu qeyri-müəyyən təsirlikdir. Qələm sahibi hər sözü ölçüb biçməlidir. Qələm sahibi söz birləşməsidirsə, deməli birinci tərəf qeyri-müəyyən yerlikdir. Qələmin yaxşı yazır. Sənin qələmin. Görsüz sənin artıra bilirəm. Tutdu. Deməli bu olacaq adlıq hal, mənsubiyyət şəkilçili adlıq hal. Sonra 21. Mənim əlim birləşməsinin tərəflərinin qəbul etdiyi im şəkilsi bir-birindən nəyindən fərqlənir? Təbii ki, birinci tərəf olacaq yerlik hal, ikinci tərəf də olacaq mənsubiyyət. E variantı. 22. Hansı cümlədə kitab təsirli haldadır? Dostum kitab həvəskardır. Kitab həvəskarı söz birləşməsidirsə, birinci tərəf qeyri-müəyyən yerlik haldır. Kitab bilik mənbəyidir. Burada adlı haldadır. Kitabı evdə qalıb. Onun kitabı. Burada da yenə onun qoya bilirəm qarşısına. Deməli, mənsubiyyət adlıqdır. Bu maraqlı kitabdır. Burada ancaq xəbərli şəkilçisi qəbul edibsə adlıqdır. Çox kitab oxumaq insanın məlumatını artırır. Bax, onu oxumaq insanın məlumatını artırır. Deyə bilirsiniz? Bəli. Deməli, buradakı kitab sözü təsirli haldadır. Adlı halda deyil. 23. Kitab sözü hansı? 24. Yox, 23'ü deyim. 22'ni dedim. Kitab sözü hansı cümlədə adlı haldadır? Kitabın cildi göydür. Sənin kitabın cildi göydür deyə bilmirəm. Deməli bu kitabın cildi göydür, yerlikdir. Kitabın məndədir. Kimin? Sənin. Sənin artıra bilirəm. Bəli. Deməli bu mənsubiyyət adlı haldadır. B variantı. Dediklərimi kitab səhifələrində oxumuşam. Kitab səhifəsi söz birləşməsidir və kitab olacaq onda yerlik halda. Mənə kitab ver, mənə onu ver deyə bilirsən, deməli bu təsirlikdir. Bu cilt həmin kitabındır. Bu da yerlik hal xəbər mövqeyindədir burada da. 24. Cümlələrin hansında isim həm mənsubiyyət, həm də yerlik hal şəkilçisini qəbul etməlidir. Onda ını, ınızı, ının, ımızı şəkilçiləri olmalıdır sözdə. Arxın dibi görünür. Burada ancaq dibi sözü mənsubiyyətdir.
Dəniz suyunun, görsən suyuya qədər olan isə mənsubiyyətdir. N orada bitişdiricidir. Un isə yerlik haldır. Dəniz suyunun. Üzümün şişi, mənim üzüm mənsubiyyətdir. Ün isə yerlik haldadır. Deməli olacaq 2, 3. 25. Cümlələrin birində qeyri-müəyyənlik bildirən təsiri halda olan söz işlənmişdir. Axır dəniz kimi yaşıl zəmilər gül-gülü çağırır, sümbül-sümbülü. Burada gülü müəyyən təsirlikdir. Rövşən çöldə oynadığı vaxt yerdən bir daş tapmışdı. Rövşən çöldə oynadığı vaxt onu tapmışdı və yaxud o daşı tapmışdı, daşı tapmışdı deyə bilirik. Deməli, buradakı daş sözü qeyri-müəyyən təsirlikdir. Ağlı kişi əhvalatı oğluna danışdı. Burada əhvalatı sözü müəyyən təsirlikdir. Onlar dəmir yolunu keçməli idilər. Burada da yenə müəyyən təsirlikdir dəmir yolunu. Piyadalar düşmən səngərinə yaxınlaşdılar. Piyadalar üzrlə hesab edin. Piyadalar olacaq adlı hal. Düşmən olacaq yerlik, səngərinə isə olacaq yönlük hal. Ev ismi hansı cümlədə adlı haldadır? Kəndimizin evləri çiy kərpişdəndir. Evləri sözü burada mənsubiyyətdir və adlı haldadır. Ustalar kənddə ev tikirlər. Ustalar kənddə onu tikirlər deyə bilirsiniz. Deməli, bu təsirli haldadır. Evləri təmir etməyə başlamışıq. Onu təmir etməyə başlamışıq. Burada da təsirlikdir. Dostum evini dəyişdirir. Burada da yenə təsirlikdir. Evin divarları nəmdir. Evin isə burada olacaq yerlik hal. 27. Qaldırsın başını göylərə sarı, geniş tarlalarda dərs dayaları. Dərs dayaları burada söz birləşməsidir və birinci tərəf olacaq yerlik hal. E variantı. 28. Baxdıqca düşmənin gözü qaralsın, xəzan yarpağı tək üzü saralsın. Xəzan yarpağı yenə söz birləşməsi isə birinci tərəf olacaq qeyri-müəyyən yerlik hal. 29. Hansı birləşmədə təsirli hallı söz işlənmişdir? Şabalıdır burada sifət düzəldən leksik şəkilçidir. Elmi həmçinin onu kimi. Ürəyi döyünən, onun ürəyi mənsubiyyətdir. Xəzər dənizi, dənizi burada mənsubiyyətdir. Gözəlliyi duymaq, onu duymaq, nəyi duymaq, bu isə təsirlikdir. 30. Təsirli hallı söz hansı birləşmədə işlənmişdir? Zehni, həyati, bunlar sifətdir. Baykal gölü, vətənin azadlığı, azadlığı gölü, bunlar mənsubiyyət adlı haldadır. Yaxşılığı qiymətləndirmək, yaxşılığı sözü isə burada onu qiymətləndirmək deyə bilirik. Deməli, təsirlikdir. 41. Qeyri-müəyyən yerlik hallı isimlərdən birini müəyyən yerlik hala çevirmək olmur. Burada baxın uşaqlar. Qalanın qapısı deyə bilirsən, dostun gəlişi, meyvənin şirəsi, Sabirin üslubu deyə bilirsən. Amma azadlığın prospekti yox deyə bilmirsən. Çünki bu prospekt azadlığa məxsus deyil. Azadlıq özü hər hansı bir yerə məxsusdur. Azadlıq, məsələn deyirsən ki, Bakının Azadlıq prospekti. Ona görə olacaq D variantı. Həmçinin 32-də onu kimi gəncliyin metrosu deyə bilmirsən. Amma düşmənin gözü, Füzulinin üslubu, şairin ilhamı, qalanın divarı deyə bilirsən. 33. Hansı cümlə yerlik halda olan isimlə başlanır? Fikrin mənə aydındır, sənin fikrin. İnlərdə sənin artırırıq. Sənin artıra bildik, deməli bu mənsubiyyət adlıqdır. Gülün ətri otağı bürümüşdü. Sənin gülün ətri otağı bürümüşdü deyə bilmirik. Burada gülün olacaq yerlik halda. Deməli, cavabımız elə B variantıdır. Pisin əzablarını birgə çəkməliyik. Bu da yerlik haldır. Lakin bizdən ismi soruşur. Pis isə sifətdir. Sənin də yerlikdir, amma əvəzlikdir. Gülün danışın balalar, bu isə əmr şəklində olan feildir. 34. Hansı cümlədə yerli halda olan isimlə başlanır? Sizə isim deyirsə, siz ismi seçməlisiniz. Onda sən hələ balaca olardın. Nə vaxt? Onda bu zərf düzəldən şəkilçidir. Səndə sözü əvəzlikdir. C-də isə də bağlayıcıdır, ayrı yazılıb. Bölgə sözü isimdir. Bölgədə də harada sualına cavab verən yerli halda olan isimdir. E-də içəridə sözü isə zərfdir. Ona görə götürmürük.
35. Xəstəxananın həkim və tibb bacılarının siyasi birləşməsində altına xətt çəkilmiş sözün hansı halda olduğunu buraxılmış şəkilçiləri müəyyən edin. Həkim, bax bunu sonuncu bacılarının sözünə görə götürürük. Çünki siyahı sözü tibb bacılarına aiddir. Həmçinin həkim sözünə aiddir də. Həkimlərinin və tibb bacılarının siyahısı. Həmcins sözlər olanda biz sonuncu həmcins sözə əsasən müəyyən edirik ki, onda hansı şəkilçi buraxılıb. Deməli, yəlik haldadır, cəm mənsubiyyət hal şəkilçisi buraxılmışdır, E variantı. 36 da onu kimi şairlərinin, yazıçılarının portretləri yəlik haldadır, cəm mənsubiyyət və hal şəkilçisi buraxılıb. Sonra 37. Uşaqların doyunca çörək yeyər, paltar geyərlər. Yəni, onu yeyər, onu geyərlər deyə bilirsiniz. Deməli, və yaxud o çörəyi yeyər, o paltarı geyər deyə bilirsinizsə, deməli, bu təsirli haldadır. 38. Biz Təbrizdən gül toxumunu gətirdik, uşaqlara hədiyyə aldıq. Onu gətirdik, onu aldıq deyə bildiniz. Bəli, deməli, bu təsirlidir. 39. Sonu qı ilə bitən isimlər hallandıqda hansı hallarda qığı əvəzlənməsi baş verəcək? Təbii ki, sahillə başlanan şəkilçi artırdıqda. Məsələn, qonaq, qonağın, qonağa, qonağı olacaq 1, 2, 3. Qonaqda, qonaqdan isə çıxışlıq yerli hal. Deməli, ümumiyyətlə, samitlə başlayan şəkilçilər artırdıqda kökdəki qı samiti olduğu kimi qalacaqdır. 40-da sonu Q ilə bitən isimlər hallandıqda Q-yu əvəzlənməsi hansında baş verəcək? Bu da yenə sahillə başlayan şəkilçi qoşulduqda çiçək, çiçəyin, çiçəyə, çiçəyi 1, 2, 3, B variantı. 41. Hansı cümlələrdə mənsubiyyət şəkilçili isim işləmişdir? Xınalıq kəndinin cəmaatı. Burada kəndi sözü, bir də cəmaatı sözü. Artıq kəndə yeni yol çəkilirdi, yoxdur. Yolun çəkilişib asan başa gəlmədi. Burada çəkilişi sözüdür. Yurdumuza sözüdür 4-də. Kəndin təcrübəli gəncləri. Burada gəncləri sözü mənsubiyyət şəkilçisi qəbul etsə də bu sifətdə ona görə götürmürük. Deməli, cavab olacaq E. 42. Cümlələrin hansında da yerli hal şəkilçisidir? Mən də bugün səninlə getmək istəyirəm. Burada bağlayıcıdır. 1 deyil, 5 deyil, onlar həyatda bəlkə də milyonu artıq aşıblar. Bunlar həyatda sözündə da nədir? Yerli hal şəkilçisidir. Bəlkə də ki də isə bağlayıcıdır. Ona görə B variantını götürürük. Bəlkə bu yerlərə bir də gəlmədim. Duman salamat qal, dağ salamat qal. Bu bağlayıcıdır. Sözündən düzgün istifadə olunanda məna da aydın olunur. Burada da feili bağlama şəkilçisinin tərkibindədir. Mən onu gündə görürəm. Burada isə zərf düzəldən leksik şəkilçidir. 43. Qeyri-müəyyən yerlik halda olan isim hansı cümlələrdədir? Qeyri-müəyyən yerlik hal ayrılıqda işlənmir. O ancaq gərək söz birləşməsi tərkibində olsun. Bəxtin qarası heç kəsə nəsib olmasın. Burada müəyyəndir. Başqasının eybini görüb öz eybindən əl çəkən burada da müəyyəndir. Bizi sıxan əzən torpaq həsrətidir. Torpaq həsrəti bu söz birləşməsidir və birinci tərəf olacaq qeyri-müəyyən yerlik hal. Ayaqları altındadır, ayaqlarının altındadır. Burada da deməli 3, 4 olacaq D variantı. 44. İşarələnmiş sözlərdən ikisi adlı haldadır. Əmim bu gün qayıdacaq. Burada əmim mənim əmim. Mənsubiyyətdir, deməli adlıqdır. Xalq şairi şöhrət və titul üçün çalışmamalıdır. Burada xalq şairi söz birləşməsi isə birinci tərəf qeyri-müəyyən yerlikdir. Vasif yaxşı tələbədir. Burada söz ancaq xəbərli şəkilçisini qəbul edibsə, bu adlı haldadır. Sabahçı məruzə üçün xeyli material topladılar. Onu topladılar və yaxud materialı topladılar, o material topladılar. Deyə bilirsinizsə, bu təsirlikdir. Dünya bizim hamımızındır. Burada isə yerlik halda olan əvəzlikdir. Deməli, cavab oldu C variantı.
45. Hansı cərgədə altından xətt çəkilən sözlərin hər ikisi təsirli haldadır? Şahinin modeli yarışda birinci yeri tutdu. Burada Şahinin modeli bu mənsubiyyətdir. Birazdan avtobus gələcək, uşaqlar yola düşəcək. Burada adlı haldadır, çünki onu gələcək, onu yola düşəcək deyə bilmirik. Amma C-yə baxın. Ceyran göyərçini gördümü? Ceyran onu gördümü? Və yaxud o göyərçini gördümü? Dayanacaq, gözlərini göyə zilləyib duracaq. Deməli, buradakı C təsrih halda olan sözdür. 46. Hansı bəddə işarələnmiş isimlər yəhəlik haldadır? Bunların qarşısına sənin artır. Sənin artıra bildinsə, olacaq mənsubiyyət adlıqdır. Artıra bilmədinsə, olacaq yəhəlik. Nağılların çox maraqlı idi baba. Sənin nağılların. Deyə bildim? Bəli. Deməli, bu mənsubiyyətdir, yəhəlik deyil. Şəklin arxasında yazı var idi. Sənin şəklin arxasında deyə bilmirəm axı. Sənin artırmaq üçün bir dənə də in artırmalıyam. Ona görə burada şəklin sözü yəhəlik haldadır. Rəngin niyə ağardı? Sənin rəngin. Burada da yenə olacaq mənsubiyyət. Nağılın bu yeri qızcığazı qorxutdu. Sənin nağılın bu yeri olmur. Deməli, burada da yəhəlikdir. Şəklin divardan asılmışdı. Sənin şəklin. Bu isə mənsubiyyətdir. 47. Uşaq ismi hansı cümlədə təsirli haldadır? Burada da yenə onu artıracaqsınız. O, n, u. 3 hərfli sözü. Uşağı dəcəldir, onu dəcəldir deyə bilmirsiniz. Deməli, bu mənsubiyyət adlıqdır. Uşağı axtarıram, onu axtarıram deyə bilirsən. Deməli, bu təsirlikdir. Uşağı çoxdur, onu çoxdur deyə bilmirsən. Deməli, bu mənsubiyyət adlıqdır. Uşağı çağırırsan, onu çağırırsan deyə bilirsən. Deməli, bu təsirlikdir. Uşağı böyüyür, onu böyüyür deyə bilmirsən. Deməli, bu nədir? Adlıqdır. Deməli, olacaq A variantı. 2, 4. 48. Sonu samiklə bitən isimlərdə yəhəlik hal şəkilçisi hansı qrammatik şəkilçi ilə formaca oxşardı? Deməli, onda olacaq ikinci şəxs təkinin mənsubiyyət şəklisi ilə sənin kitabın. 49. Vaqif, sabah məni yola sal gedim, torpaq evciyimi ziyarət edim. Oradadır dünyanın zövqü ləzzəti, sən də öz boynundan at bu minnəti, kəndimizə qayıt. Deyir, sözlərin ikisi adlıq haldadır. Hansı sözlər? Məni, evciyimi, bu minnəti təsirlikdir. Amma dünyanın zövqü, ləzzəti, bu isə mənsubiyyətdir. 49 olacaq C variantı. Gör neçədə nədir bu? 120. Hə. Keçək 50-yə. Bahar fəsli yaz ayları gələndə süsənli, sümbüllü, lalalı dağlar. Yoxsulu, ərbabı, şahı, gədanı tutmaz bir-birindən aralı dağlar. Burada deyir, hansı sözlər təsirli halda deyil. Təsirli halda olmayan bahar fəsli bahardır. Burada çünki söz birləşməsi birinci tərəf yəhəlikdir. Yaz ayları da, bu da yenə söz birləşməsinin ikinci tərəfidir və ancaq mənsubiyyət varsa olacaq adlıq halda. Amma yoxsulu, ərbabı, şahı, gədanı bunlar isə təsirlikdir. Deməli olacaq A variantı. 51. Mənim belələrindən, yuxarılardan xəbərim yox idi. Həyatın bərkində, boşunda bişməmişdim cümləsində isimlərin hansı halda olduğunu deyin. Bizdən isim soruşur. Ona görə mənim burada əvəzlikli götürməyəcəksən, belə əvəzlikli götürməyəcəksən, yuxarı zərfli götürməyəcəksən, xəbərim sözünü götürəcəksən adlıq haldır. Həyatın yəhəlik halda onu götürəcəksən. Boş, bərk bunlar sifətli götürməyəcəksən. Ona görə E variantı. 52. Sənin bu rəqs havasından xoşun gəlir. Burada ismi soruşursa rəqs olacaq yəhəlik, havasından da olacaq çıxışlıq. Bir yəhəlik, bir çıxışlıq halı olacaqdır. E variantı. Sonra 53. Yönlü hal əsasən hərəkətin istiqamətini və çatılacaq son nöqtəni bildirir. Hansı cümlədə işarələnmiş sözə bu izahı aid etmək olmaz? Bu məqamda siz rəqəmlərlə olan sözləri götürəcəksiniz. Deyircəkli qələmi 50 qəpiyə aldım. Burada görürsünüz ki, kəmiyyət bildirir. Kəmiyyət məzmunu var. Ona görə
Deməli, D variantı. 54-də də 10 kimi görük çörəyi 2-yə böldü. Yenə rəqəm söhbəti olan yerdə siz məsafə, yön, istiqamət bildirməyəcək deyəcəksiniz yönlük hal. 55. Şair sözü hansı nümunədə təsirli haldadır? Müşfiq incə duyğuların şairidir. Bu adlıqdır. Qəlb şairi, qəlbin şairi. Burada adlıqdır. Şair sözü əlbəttə yalandır. Şairin sözü. Burada da yerlikdir. Vahəbzadə xalq şairidir. Xalqın şairidir. Burada adlıqdır. Şairi hələbdə qətlə yetirdilər. Kimi? Şairi burada və yaxud onu qoya bilirsiniz. Olacaq təsirlik. Evləri sözü hansı halda? Hansı nümunədə adlıq haldadır? Bu evləri hamı bəyənirdi. Onu bəyənirdi, onu sökürdülər, onu təmir edəcəklər, onu tərk edəcəklər deyə bilmirsən. Amma onu var deyə bilirsən. Amma onu var xana deyə bilmirsən. Deməli evləri, onların evləri, onun evləri deyə bilirsən. Deməli burada olacaq mənsubiyyət. 57. Şəhər sözü hansı cümlədə adlıq haldadır? Şəhər yerində bu söz birləşməsi deyə birinci tərəf yerlikdir. Bakı şəhəri söz birləşməsi ikinci tərəfi mənsubiyyət adlıqdır. Bunu götürürük. Su səhrada yeni şəhər saldılar. Burada şəhəri bu təsirlikdir. Belə gözəl şəhəri görməmişəm. Yenə təsirlik. Bu şəhəri hamı bəyənir. Yenə təsirlik. Baxın, onu saldılar, onu görməmişəm, onu hamı bəyənir deyə bilirsənsə, deməli bu təsirlikdir. 58. Dövlət sözü hansı cümlədə adlıq haldadır? Dövləti hamımız qorumalıyıq, bu təsirlik. Dövləti başından aşır. Kimin? Onun. Onun deyə bilirəm, bu mənsubiyyət adlıqdır. Hüquqi dövlət qurmalıyıq, onu qurmalıyıq deyə bilirsən, təsirlikdir. Dövlət rəhbərləri ikinci növdüsə birinci tərəf qeyri-müəyyən yerlikdir. Dövlətə kömək etmək bu yönlükdür. 59. İsmin hansı halındadır işarələnmiş sözlər? Sənin üzün, onun ağzı, onun ləbi, sənin üzün. Olacaq nə? Adlıq halda. 60. Yenə yanaqların, sənin yanaqların, sənin qaşın, sənin gözün, sənin tellərin. Artıra bilirəmsə bu adlıqdır. 61. Bir təsirli hal şəkilçisi işlənmişdir. Dükan sahibləri alıcıları hörmətlə qarşıladı. Onu hörmətlə qarşıladı deyə bildim. Deməli bu təsirlikdir. Komandirin onu yerinə yetirildi olmur. Azadlığın onu adamla doludu olmur. Arzunun onu həkim olmaq idi olmur. Sərhəd onu olmaq şərəflikdə olmur. Görürsünüz, deməli onu artıra biləndə olur təsirlik, artıra bilməyəndə isə olur mənsubiyyət adlıq hal. 62. Yenə təsirli hal şəkilçisi işlənmişdir deyir. Rəisin qəbul otağı geniş və işıqlı idi. Onu geniş və işıqlı idi. Onu ayaqlarına gələr, onu dünyada qalacaq, onu bağlı idi deyə bilmirsən. Amma onu aparıb gətirər deyə bilirsən. Deməli, sürünü sözü burada təsirlikdir. Saçın ucunu hörməzlər. Ucunu, onu hörməzlər. Yenə bax, onu deyə bilirsən, deməli, təsirlikdir. Hələlik uşaqlar, davamlı da 120-yəcəndir. Növbəti izahda çəkib yerləşdirəcəm. Sağ olun.